Deməli, əziz izləyicilər, uşağınız əgər yemək yemirsə, belə bir taktika var. Qarğıdalı. O partlayan qarğıdalılardan. Belə bir qabınız varsa, onu qoyursunuz qabağına. Sonra belə bir qıf qoyursunuz. Belə bir qab qoyursunuz. Başlayır onlarla oynamağa. Sonra belə bir qabınız da olmalıdır. Görürsünüz, bax yeyir. Deməli, belə oynayır balam. O yerə də dağıda bilir. Sonra da onu partladıb yeyir, yaxşı-yaxşı. Başım, belənçi bir oyun oynayır. Və buradan da maşın gəlir, siqnal vurur. Bip. Gördünüz, bax belənçi, yəni uşağı yedizdirmək olur. Siz də sınayın və sonra rəy bölməsində yazarsınız görək xeyrimizə olub ya yox. Qripdə başlayıb uşaqdır ki, Allah bütün balaları qorusun, xəstələnməsinlər. Sonra da bunu belə edir, maşallah dağıtmadığı yerə böyük qalır. Sağ olun.